Sonunda dostlar, bir şey diyeyim mən bu çox adam zəng edir, dostlar, qohumlar, nə bilim, bu prokurorluğun yaydığı məlumat birdən-birə bir hakü salıblar. Dostlar, bir şey deyim mən sizə. 2018-ci ildən başlayıblar belə istintaq nəmçirəş qaldırdı, qurban sözü gətirildiğini bir şeylə danışırlar. Burada bir neçə məqsəd var. Mənim bu fikriniz deyim sizə. Səhv ola bilər, düz ola bilər. Bak, görəcəyik, aprel ayının axırına qədər bir çox şeylər bəlli olacaq. Əvvəla hakimiyyət bu hakü ilə xalqda növbəti xof yaratmaq istəyir. Xaricdən görün, gətiririk, nə edirik, asırıq, kəsirik. Ola bilər. Ola bilər ki, Azərbaycan hakimiyyəti xaricdə yaşayan 10 milyon Azərbaycanlının birisi 5-6 milyonu xaricdədir. Deyək ki, onun arasında bir 100 nəfər fəal müxalifətçi var. Bir bloger kimi fəaliyyət göstərir, bir nəmin söyüşlə, anası da xalqı ilə danışır, bir səviyyəli mübarizəsini aparır. Hər bir cür yanaşması var. Deyək ki, hamısını tutdu, apardı Bakıya. Bayaq qardaşımızın dediyi kimi bir məktəb direktoru əlbəttə Qurban Məmmədlinin həbsinə sevinər. Çünki güzel bilir ki, hakimiyyət dəyişsə, Qurban Məmmədli hakimiyyətə söz sahibi olsa, soxacaq onu içəri, ömürlü gedəcəksə ki, binamızsan, siyasını saxtalaşdırmışsan ki, o bilir axı, bütün cinayətkarlar, dostlar, onu biləsiniz, şəxsən mənim ölməyimi arzulayır ki, bu adam terörist həddidarını qusarardı. Təbii şeydir bu. Onlar öz talihlərin görürlər ki, hakimiyyət Azərbaycana dəyişəcək və mütləq dəyişəcək və onların nə gözləyir, hamısı görə bilirlər. Bir adama güzəşt olmayacaqdır. Bu xalqın haqqını pozan bir köpək yol dəyirsə, güzəşt olmayacaq. Bunu hamı bilsin. Üz istəyim ifadəyə görə. Bu ilk növbədə sizi qorxutmaq üçündür. Yəni, qaraca maddiyədə sadə insanlar qorxutmaq üçündür ki, ay, asılıq kəsirik. Bugünə qədər həbsxanada qızları həbs ediblər. Gör, mən həbs edib, məni öldürsələr nə olacaq ki? Nə dəyişəcək ki? Ələbə nə olacaq hiçbir şey? İkincisi, ola bilsin ki, hakimiyyət yəni öz gücünü göstərmək üçün hansısa hökumətdən artıq kiminsə deportasiyası ilə danışılıb, razılaşdırılıb, onu aprel ayının 20-sinə, axırına qədər gətirəcəklər ki, o gətdiyib, gördük ki, İlham Əliyev necə əli uzundur, gedib hətta Avropadan adam gətirir. Üçüncü bir versiya odur ki, kimsə ola bilsin ki, hakimiyyətlə danışıq gedib, alver eləyibdir, vətənə dönmək istəyir, razılaşıblar, bu bəyanatı hakimiyyət salırlar ki, kimsə gedəndə desin, görür, gətirdik. Bunlar hamısı boş şeylərdir, dostlar. Məni belə şeylər qətiyyən narahat eləmir. Buradan da Danabaş prokuroru deyirəm ki, əgər mənimlə bağlı istintaqa lazımdırsa, mən həmişə hazıram. Buyurun, onlayn qoşulub sizlə üzləşməyə hazıram. Cinayətkar sizsiz binamusda başda İlham Əliyev sən var vadın olmağına. O Danabaş eşkək başda olmağına. Mən yox. Xalq özü həll eləyəcək, qərar verəcək ki, kim kimi istintaqa cəlb edəcək. Gecəniz xeyrə qalsın. Sabah saat 20:00-da daha gözəl söhbətlər eləmək niyyəti ilə sağlıqla.